İnsanlar min illər boyu qorunmaq, gizlənmək və inanılmaz inanclarını həyata keçirmək üçün yerin altında şəhərlər qurublar. Bu şəhərlərdən bəziləri hələ də sirr olaraq qalır. Gəlin birlikdə dünyanın ən sirli 10 yeraltı şəhərinə səyahət edək. Derinkuyu, Türkiyə. Kapadokiyanın altında yerləşən bu şəhər 20 mindən çox insanı sığdıra bilirdi. İçində məktəblər, kilsələr, ambarlar vardı. Ən maraqlısı havanı təmin edən xüsusi ventilyasiya sistemi idi. Fakt 2. Naurs katakombları, Fransa. Şimal Fransada yerləşən bu katakomblar minlərlə insanı qorumaq üçün qazılıb. Orada evlər, sığınacaqlar, hətta məktəblər tapılıb. Birinci Dünya müharibəsində əsgərlər də buradan gizlənmək üçün istifadə edirdilər. Fakt 3. Orvieto, İtaliya. Orvieto şəhərinin altında yüzlərlə gizli tunel və otaq var. Burada qədim şərab zirzəmiləri, gizli yollar və su quyuları aşkar edilib. Roma dövründən qalan bu şəhərin məqsədi hələ də tam bilinmir. Fakt 4. Setenil, İspaniya. Bu şəhərdə evlərin çoxu qayanın içindədir. İnsanlar 100 illərdir qayaların altında yaşayır. Evlərin damı əslində nəhəng daşdır. Bu, həm qorunmaq, həm də isti iqlimdə sərin qalmaq üçündür. Fakt 5. Petra, İordaniya. Dünyaca məşhur Petra şəhəri qaya divarlarına oyulub. Burada mezarlar, məbədlər və yaşayış yerləri var. Ən sirli məqam odur ki, necə olub ki, qədim insanlar bu nəhəng qayaları bu qədər dəqiq oyublar? Fakt 6. Montrealın yeraltı şəhəri, Kanada. Burada 30 kilometrdən çox tunel var. İnsanlar yer altında mağazalara, ofislərə, hətta universitetlərə gedə bilirlər. Qışda mənfi 30 dərəcə soyuqda şəhər əhalisinin böyük hissəsi yer altında hərəkət edir. Fakt 7. Duz mədəni, Polşa. Bu duz mədəni həm də yeraltı şəhərə çevrilib. İçərisində kilsələr, heykəllər, hətta konsert salonları var. Hər şey duzdan hazırlanıb. Fakt 8. Xiyan yeraltı ordusu, Çin. Tarixi Qin Shi Huang imperatorunun məqbərəsinin yanında yerləşir. Burada 8 mindən çox əsgər yer altında yerləşdirilib. Bu, həm də dünyanın ən böyük arxeoloji kəşflərindən biridir. Fakt 9. Edinburgh katakombları, Şotlandiya. Orta əsrlərdə bu tunellərdə yoxsullar yaşayırdı. Sonradan burada müxtəlif mistik hadisələrin baş verdiyi deyilir. Hətta bu gün də bura ruhların ən çox görüldüyü yer hesab olunur. Fakt 10. Moskva, metro 2. Rusiya. Rəsmi olaraq mövcudluğu təsdiqlənməsə də, Moskvada gizli bir yeraltı metro şəbəkəsi olduğu deyilir. İddiaya görə bu tunellər Kreml, hərbi bazalar və gizli bunkerlərlə bağlıdır. Həqiqəti isə hələ də gizli saxlanılır. Yeraltı şəhərlər bizə insanların qorxu, inanc və ağıllarının necə inanılmaz şeylər yaratdığını göstərir. Siz bu şəhərlərdən hansında yaşamaq istərdiniz? Şərhlərdə yazın və daha çox sirli fakt üçün abunə olun.